Xoşqədəm xanımda mənim şübhəm var idi. Yəni həqiqətən mən səmimi deyim ki, yəni verilişin səmimi olmağına inanmamışım, heç vaxt inanmamışam. Amma getdim də yenə də dedim bəlkə doğrudan da faciə görürlər, köməklik edirlər. Amma Zaur Baxşəliyevi mən həmişə özümdə verilişi seyirləmişəm, baxmışam, tamaşaçısı olmuşam. Mən o insanın kövrəliyinə, ağlamağına, səmimidən inanırdım ki, yəni qadında hardasa var bəlkə də, yəni ikiyüzlük ola bilər. Qadın aparıcılar deyirəm, mən bunu sırf Xoşqədəm xanıma demirəm. Amma Zaur müəllimdə mən bunu inanmadım. Bir səmimiyyət sezirdik. Bəli, hiss edirdim. Həmişə baxırdım da gördüm ki, özü pis olur, yəni dəvət eləyir, qucaqlayır. Doğrudan da mən getdim, böyük ümidlərlə getdim. Özü heç kimə də demədim. Heç bir yaxınıma, qonşuma, uşağı götürdüm elə qucağımda birbaş getdim. Bir dəfə getdim, dedilər bayramdır, yəni altı bazar işləmirik. 5-ci gün çox gec getmişdim. Zaur müəllim ifadədə onu istəsə qəbul ediləcək. Birinci gün yəni. Elə oldu ki, birinci gün yenidən mən getdim ora, qapıdan oradan buraxdılar. Yəni Zaur Xəzər TV kimi deyildi. Vəsiqəmi aldılar, baxdılar. Köməkçisi gəldi. Zaur müəllimin Kəmalə Qarasaçlı xanım idi. O öz köməkçisini göndərdi. Məni qaldırdılar yuxarı, oturdum elə danışdım, şəkilləri apardım. Yəni mənə verilən otağın şəkilləri, bəli, bax bu hansı ki zirzəmi mənə vermişdilər. Sıçanların deyirəm, yenə deyirəm, qaçıb gəzir. Öz şəkillərimi göstərdim yoldaşımla, yəni ailəmlə, uşaqlarımla ki, yəni həqiqətən biz ailə olmuşuq. Biraz, necə deyim sizə, azmaz da olsa təsir bağışladım onlara. Dedilər ki, gözləyin, Zaur müəllim də hindilərdə gələr. Belə oturmuşdum, elə birdən qəfil girdi içəri. Kəmalə xanım ki, Zaur müəllim belə bir tamaşaçı gəlib, yəni müraciət edib də bizə belə bir problem gəlib. Gəldi, elə əllərini də belə qoydu. Dedi, hə, işdirəm sizin, nədir sizin probleminiz? Amma üzr istəyən Xoşqədəmə fərq var, bu sizinlə üz verir. Bəli. Yəni sağ olsun, qoyu buradan deyim ki, təşəkkür edirəm ki, heç olmasa Xoşqədəm xanımla fərqli olaraq mən onu görə bilmədim. Zaur müəllim şəxsən üzrə mən görüşdüm. Dedi, buyur, eşdirəm sizin probleminizi. Dedim, Kəmalə xanım məni qabaqladı, biraz söhbət elədi ki, bəs bu vəziyyətdə gəlib. Dedi, indi sənin təklif, nə istəyirsən ki, nə olub ki? Dedim ki, bəs uşaqlar mənə verilən evi məndən yenidən alırlar. İctimailəşdirməyi istəyirəm. Yəni, əmlərin tanısınlar, uşaqlar təzyiq altındadır, uşaqların psixoloji sarsıntı keçirir. Qorxu ilə yaşayırıq, 5 il sınacaqda yaşadıq, nə qədər mən sınacaqda yaşamalıyam ki? Mənim maaş məbləğim, yəni ki, pensiyam budur, mən uşaqları saxlayamıram, gələcək üçün mən uşaq böyüdürüm. Belə baxdı, elə dedi ki, nə edirsən, edir bu evi? Ged uşağı deyir, qoy bağçaya. Bağçaların birinə deyir, ged işlədə deyir uşaqlar, nə edirsən deyir, o evi sən nəyə olar? Belə də ictimailəşdirməyə deyir, belə problemi bir şey yoxdur axı burada. İntiharı biz vəbşə səsləndirmirik, demirik. Dedim, bəs mənim yoldaşım da qəbri hardadır? Yəni, danışdım hamısını. Dedi, ged işlə. Dedim, ay Zaur müəllim, mən bu dəqiqə uşaqlarım birisi mənəvi vəziyyətdə, Leyla ilə getmişdim. Quzanızda. Bəli. Dedim, bu uşaqlar ataların aslı görüblər, işgəncələr görüblər, mən dəfələrlə vəziyyətimin pis olmağını görüblər, özüm zob xəstəsiyəm mən. Yəni, yox deyir, sən işləmək istəmirsən, o başqa məsələ. Dedim, bəs mən hamilə nə işlərdə işləmişəm, siz bilirsiniz və adımı bilə bilərsiniz və mən yaşadığım faciənin tarixini bilmərsiniz. Yəni ki, mən də sizi bilib, tanıyıb gəlmişəm də bura. Bağça məsləhəti gördü, yox, burada ictimailəşdirməli bir şey yoxdur, ged bağçaya uşağını qoy, ged işlə. Sonra orada vəkil var idi, vəkilin nömrəsini verdilər. Kimdir o vəkil xanım? Xanım deyildi, ağsaçlı kişidir, həmişə studiyada oturur. Onun nömrəsini verdilər, belə kart idi mənə ki, gedin onunla zəngləşin, görüşün. Sonra o da 2000 manat pul istədi. Yəni bu işi aparmaqdan ötürü. Zəhmət haqqı kimi belə dedik. Bəli. Yəni evi də necə lazımsa qayda ilə, qanunla köməklik eləyəcəyik. Amma efirdən gedin, baxın, əgər o sizi qəbul eləsə, yəni razılaşsaz, gələrsiniz, biz sizi götürərik. Hələ bir gedin onunla danışın sonra. Siz deməlisiniz, mən özüm başqa bir vəkil tapım, onunla siz qəbul eləyin, yəni siz ümumiyyən dedik ki, o vəkillə eləmə. Yox, mən vəkil təklif eləmədim, amma özləri dedi ki, gedin o vəkilin yanına, bunları danışın. Yəni o da sizə desin, bunun necə deyək belə, qiyməti nədir? Əl haqqısı bunun nədir? Razılaşarsınız, yenidən gələrsiniz bizə, yəni ictimailəşdirilər. Bəs siz çarəsiz qaldın, yəni siz maddi vəziyyətiniz onsuz ki bilirlərdir, belə də qalmağa yeriniz yox və qalxıb sizə belə bir şey deməklərindən nədir oldu? Heç nə.
Zaur müəllim, bilmirəm, verilişlərin birində etsə, hansındasa belə bir söz işlətdi ki, mən özüm onun şahid olmuşam. Deyirdi, o vaxt anamız bizi hazırlığa qoydu. İndiki yan uşaqlardan danışdı, kompüterdən danışdı. O vaxt anamız bizi hazırlığa qoyurdu. O hazırlıqdan çıxırdıq, rəsmiyə gedirik, rəsmdən çıxırdıq, nə bilim, idmana gedirik. Vaxtımız olmur televizora baxmağa belə. Yəni mən demək istəyirdim, mən də eşitdiyimə görə Zaur müəllim o vaxt qaçqın düşmüş, qaçqın o vaxt torpaqlar alanda gəlib. Mən demək istəyirdim ki, mən heç bir yerdən qaçqın gəlməmişim. Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm. Nəyə görə Bakıda doğulub, Bakıda böyüyən uşaqları qaçqın vəziyyətində yaşamalıdır? Yəni, niyə görə mənim uşaqlarım hazırlığa getməsin? Nəyə görə, məsəl üçün, mənim uşaqlarım müəllim görməsin, təhsildən yayınsınlar. Amma Zaur müəllim, mən demirəm, sağ olsun, oxuyub, təhsil alıb, jurnalist kimi deyək, indi yaxın durmalıdır ki, bu uşaqlar da oxuyub, onun kimi təhsil alsınlar. Nəyə görə ki, qaçqın, yəni bu şəhərə məxsus olmayan bir qaçqınlar gəlirlər, təhsil alırlar, dəfələrlə hazırlığa gedə-gedə. Amma buranın sakinləri, burada yaşayıb böyüyənlər təhsilsiz qalırlar. Kesin təhsillər müsəmsə xalqın dərdinə, bu təhsilinə istifadə edilməlidir. Əlbəttə ki, gəliblər, yaşayıblar, burada təhsil alıblar, sağ olsun prezidentimiz qaçqınlara böyük önəm verib, onlar qaçqın düşüb öz yerlərindən, yurtlarından gəlib. Heç olmazsa, onlar o yaşadıqları çətin həyatı görüb. Bax, indiki bu uşaqlara dayaq dursunlar da. Bəs bizim uşaqlarımız onların əlinə baxar ki, gedək. Efirdən də baxırlar ki, Zaur müəllim, oğlum mənə bir dəfə dedi ki, maması gedək, Zaur müəllim kömək eləyəcək. Amma Zaur müəllim bizim yegəndə arzumuzu ürəyimizdə qoydu. Yəni son ümid yeri, son... Əlbəttə ki, təklifi oldu ki, uşağı bağçaya qoy, ged işlə. Yəni ki, heç kimin başına belə bir iş gəlməsin. Mən amma soruşardım ki, belə bir faciə yaşasaydınız, uşağınızı hansı bir bağçaya atıb işlə məşğul olardınız, pul qazanardınız, yoxsa o uşaqların psixoloji problemlərini həll eləyərsiniz. Belə. Yəni, sonra mənə belə bir söz dedilər ki, yəni gedim lider verilişinə. Dedim, doğru, heç yerə getmirəm. 3 dənə kanaldan gördüyümü, eşitdiyimi gördüm, mənə kifayət edir. Lider də bunun tay olacaq, nə bilim, obrisi də bunun tay olacaq, yalnızca heç bir yerə getmədim, yoruldum. Dedim, bəs belə ictimailəşdirirsiniz, biri kanaldan yıxıldı, birinin ayağı sürüşdü. Nə olar dedim, 9-undan nəsə alırsınız, köməklik eləyirsiniz də, bir dənə də elə almayın da. Kanala deyir, orada deməli, efirə belə bir gedir ki, deyin ki, şok, yox, şok yazmayın, şok yazın. Daha da cəmaatı cəlb eləyirlər. Yox, elə bir söz yazın ki, maraqlı olsun. Reklamları elə bir verin ki, sözü axıra kimi deməyin. Gələn verilişdə bunlara daha... Cəmaatın elə bir ki, problemlərinə bir növ əylənirlər. Cəmaatın elə bir ki, dərdin sərin, bunlar elə bir ki, maskaraya döndərlər orada. Yəni ki, mən də getdim, mən də o efirdən. İndi amma şimdi mən nə Xəzərə baxmıram, nə Zaurun verilişinə baxmıram, çünki mən orada gördüklərimi gördüm. Canlı gördüm. Bir var qulaq şahid olmam, bir var özüm göz şahid oldum. Yəni mənə bəs elədi. Yəni məsləhət görmürəm. Məsləhət belə görmürəm ki, yəni əlbəttə ki, düzdür, bizim səsimiz gedib prezidentimizə çatmır. Möhtərəm prezidentimizə. Biz çalışırıq ki, nəsə onlara bir ismarıc göndərək, amma aşağıda oturan bu rüşvətxor məmurlar var ha, bizim yarımçıq qoyurlar bizim işlərimizi. Eləncik verilişlər, necə deyim, rüşvətxorlar, necə deyim, acı gözlər çox. Prezidentimiz hansı birinə nəzarət edəcək? Çox ismarıcı göndərsin. Yəni, alıb yedikləri, necə deyim sizə, bir insan ki, haradasa qazanıb gəlir, oradan əl çəkərmi? Yəni, çarəsiz insana pul almaq nə dərəcədə, onu nətən yiyirlər, çox maraqlıdır. Yəni, onlar yiyirlər də, su da içirlər üstündən. Niyə? Onlar o həyatı öyrəşirlər. Biz necə haramdan qorxuruq, qaçırıq ki, nəsə başımıza bir iş gələr. Onlar da elə. Onlar da halala baxmırlar. Onların da işləri həmişə elə kimisə allatmaq, alamaq. Yəni ki, yenə də deyirəm ki, bizim xalqımız çox rəhimli xalqdır. Adi verilişə zəng eləyib deyəndə ki, filan kəsə kömək lazım, dondur lazım, pul lazımdır. Heç 15 dəqiqə keçmir ki, zəng eləyirlər. Gör, bu insanın ürəyində nə qədər səxavət var. Mən çıxıb xalqımdan heç bir şey yalvarıb dilənə bilmərəm. Mən istəmərəm xalqımı da pis vəziyyətdə qoyum. Çünki mən, necə deyim ki, çörək tapmıram, bir parça çörək tapıram. Mən başqa bir məqsədlə getmişdim ora. Amma onlar mənim problemimdən özlərinin nəsə bir qazanc əldə eləmək istədilər. Amma bu dəqiqə faktiki olaraq, yəni 3 uşağınız var və uşaqlarınız var, maddi vəziyyətinizdə. Əlbəttə ki, indi mən bir valideyn evi var, sağ olsun. Bax, oturduğum evi də əvvəl zirzəmi kimi düzəltdilər bizə görə. Yəni, məhkəmə nə vaxt qərar verər, nə vaxt sənə toxunulmaz verərlər, şərait olar, köçərsən. Hələ ki, oturmuşam burada. Yəni, mən bayaq dediyim kimi atamın, anamın evində. Qardaşımın ümumiyyətlə üzünə baxa bilmirəm, gedə bilmirəm mən bu evə. Atam da onkoloji xəstədir. Uşaqları vəbşə qəbul eləmir mənim atam ki, apar qoy uşaqlar evinə. Üzün gəlirsən, gəl, mən uşağımı uşaq evinə necə qoyum? O da qaynanam gələn təsirindəndir, yəni istəmirlər. Elə bir insanın deyir, uşaqlarına, nəvələrinə mən baxmaq istəmirəm.